İzləyicilərimiz, hər birinizi xoş gördük. Baxın, avtobus dayanacağından cəmicə 10 metr məsafədə 4 ədəd evimiz satışdadır. Önə baxanlar 4 otaq, arxadakılar 5 otaq. Qiymətlər eyni. 4 otaq, 5 otaq, hər birisi eyni qiymətdir. Qapısınacan asfalt, gördüyünüz kimi asfalt ərazidir. Marşrut çox yaxınlığından keçir. 569 nömrəli marşrut. Mən deyim ki, mərkəzi yola da yaxındır. Bu beton evlər deyirik biz buna. Deyirsiniz nəyə görə? Birinci mərtəbə, mərtəbə arası və krişan alt hissəsi hər birisi monolit betondur. Cüt daşdan inşa olunub kupçalı evlərdir dəyərli izləyicilərimiz. Həqiqətən də bu evləri almağa dəyər. Həm yerləşmə yeri, həm tikintisi superdir. Daxil olaq evimizin iç sahəsinin təqdimatına. Və bir dənə şey xatırladım ki, o ki deyirdiniz ki, evin yanları boş olsun. Baxın, hər bir tərəfi boşdur. Önü, yanları hər birisi boşdur. Arxasında da məsafə var. 5 metrdən yuxarı məsafəsi var. Tək evlərdir. Həqiqətən bu evləri almağa dəyər. Qapısınacan asfalt və dediyim kimi marşrut xəttinə, mərkəzi yola yaxın. Gördüyünüz kimi evimizin üz görünüşü bu cürlədir dəyərli izləyicilərimiz. Bütün kameralar var. Sayğaclar quraşdırılıb tam hazır şəkildə altısına təhvil edəcək. Təmir yekunlaşıb demək olar ki, gördüyünüz kimi balkonun balyaskaları qalıb. Bir də içəridə üncülvari işlər qalıb. Həyətyanı sahəsinə gördüyünüz kimi 2 maşın rahat daxil olur. 2 maşın rahat şəkildə daxil olur. Hündür zirzəmiyə malikdir. Baxın, belə bir hündür zirzəmisi var. Alt hissəsinə artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Evdə elektrik lampalarından istifadə etməmişəm. Ona görə etmirəm ki, son zamanlar çəkişlərində çoxsunda etmirəm ki, evlərin işıqlı olduğunu özünüz şahid olasınız. Baxın, qranit metlaq, gördüyünüz istələr, ümumilikdə birinci mərtəbə istipoldan təchiz olunur. İkinci mərtəbə qalxan pilləkənlər, taxta pilləkənlərdir. Laklanması qalıb, o da tam hazır şəkildə altısına təhvil verilir. Sadəcə müştəri gəlib getdiyi üçün səliqəli olsun deyə axırda təhvil veriləcək. Bu hissədə qonaq otağı yerləşir. Tavan hündürlüyünə baxır, sportda, fiqur şılarda bəzər, vitraj şəbəkə pəncərə həyətyanı sahəsinə baxır və bu hissədə monolit betondur. Biz ona görə bu evlərə beton evlər deyirik ki, gördüyünüz birinci mərtəbə, ikinci mərtəbə və üçüncü mərtəbə monolit beton. Həqiqətən də çox keyfiyyətdən tikilmiş evlərdən biridir. Bu hissədə mətbəx yerləşir, yəni pəncərəsinin qarşısı açıq, günəş şüası rahat şəkildə işıq evə düşür. Birinci mərtəbənin sanitar qovşağını göstərim. Geniş sanitar qovşağı var. Baxın, dəyərli izləyicilərimiz, həqiqətən də sanitar qovşaq genişdir. Pilləkənlərin alt hissəsində belə bir kladovkası da var. Qiymət də gözəl qiymətdir. Dəyərli izləyicilərimiz, 5 otaq, 4 otaq eyni qiymətə təklif olunur. İkisi də hər birisinin qiyməti 125 min manata təklif olunur. İkinci mərtəbədə bölüncü dəhliz vasitəsindən aparılıb. Baxın, otaqların işıqlı olduğuna baxın, birbaşa işıq. Yəni ki, bu evdə elektrik lampası yandırmağa ehtiyac belə yoxdur. Bu otaqdan eyvana çıxış da var. Buraya isə 3-cü yatağı. Ümumilikdə bu ev 4 otaqdır. Önə baxanlar 4 otaq, arxadakılar 5 otaqdır. Hər birisi eyni qiymətə təklif olunur, qıfçalıdır. Dövlət ipotekasına yararlıdır. 5 otağı da göstərir, 5 otağı da çöl görünüşü. Bu cür nədir dəyərli izləyicilərimiz? Baxın, 5 otaqların çöl görünüşü bu cür nədir? Startlı qiymət 125 min manat bir daha təkrar edirəm. Əlaqə nömrəmiz 051 635 1797 nömrəmiz əlaqə saxlayıb. Daha dolğun məlumat ala bilərsiniz. İkinci mərtəbənin sanitar qovşağı meydançadır. Baxın, krişya. Monolit beton. Krişyanın alt hissəsində monolit betonda krişyada çıxmaq olur. Yəni, bu evin istilənməsinə söz ola bilməz. Yəni, evdə yandırılan istilik demək olar ki, itkiyə getmir. Əlaqə saxlayıb, bu evə tez sahib olun. Həqiqətən bu ev satışda qalmayacaq. Abşeron olmasazır qəsəbəsi 569 nömrəli marşrutun yolu tam üstü oradan qalxdım, birbaşa bir evə gəlirsən. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.